Salam, əziz abituriyentlər. Bugün sizinlə 2-ci qrupun 20 sınaq kitabından belə bir sınaq sualına baxacağıq. Sualın şərti belədir. Mərkəzi O nöqtəsində olan çevrədə AB, AC və YF toxunanlardır. AF 12-yə bərabərdir. AY parçasının uzunluğu CF parçasından 4 vahid böyük olarsa, DY-ni tapın. Gəlin məsələnin şərtində verilənləri qeyd edək. AF 12-yə bərabərdir. AY parçasının uzunluğu CF parçasından 4 vahid böyükdürsə, onda mən CF parçasına x desəm, AY parçası x üstəgəl 4 olacaq. Bilirik ki, çevrə xaricindəki nöqtədən çevrəyə 2 toxunan çəkmək mümkündür və həmin nöqtədən toxunma nöqtələrinə qədər məsafələr bərabərdir. Yəni, AC x üstəgəl 12-yə bərabərdirsə, AB də x üstəgəl 12-yə bərabər olmalıdır. AY x üstəgəl 4 olduğu üçün bunun üzərinə 8 əlavə etməliyəm ki, x üstəgəl 12 alım. Onda BY-nin uzunluğu 8-ə bərabərdir. Y nöqtəsi də çevrə xaricindəki nöqtədir və Y nöqtəsindən YD və YB həmin çevrəyə çəkilmiş toxunanlardır. Bayaq qeyd etdiyim kimi, çevrə xaricindən çevrəyə 2 toxunan çəkmək mümkündür və həmin nöqtədən toxunma nöqtələrinə qədər məsafələr bərabərdir. Yəni, YB 8-ə bərabərdirsə, YD də 8-ə bərabərdir. Bizdən də DY-nin uzunluğunu soruşurdu. DY 8-ə bərabərdir. Deməli, cavab D variantı.